İşin artıq mürəkkəbləşən hissəsinə gəlirik. Bu son dərslərə çalışın daha çox diqqət yetirin. Bu çünki daha həll qapısının yerini göstərən tipdəndir. Bəzi sizi limitləyən məsələləri sizə göstərdim bu bir neçə dərs boyunca. Və bir də əslində bir yanılgıyı həll eləmək vaxtıdır. Yəni bir yanılgı var, onu düzəltməliyik bir də biz sizlə. Bu reallıq məsələsində. Bu reallıq məsələsində dəyişməli olan şeylər var. Birinci buraya yazdıqlarıma baxaq, fikir verin. Və bunlarçıları bir-bir şərh edək. Marketə gətirdiyim beyin reallığın sadəcə sənin eksperiment etdiyin versiyadan ibarət olduğunu düşünür. Çoxsu yanılgıda olanların çoxsu düşünür ki, hansısa bir reallıq, müəyyənlik mövcuddur. Bilirsinizmi? Onun orada elə düşünməyin özü siz fərqində deyilsiniz, amma o sizə çox həyəcan verir. Hansısa reallığın orada olduğunun inancı. O sizə o qədər çox həyəcan verir ki, o sizi o qədər çox narahat edir ki, həyəcanlandırır, şübhə altına salır ki, bir növ o ağıllı olmağa çalışarkən əslində ola biləcəyinizdən axmaq insan olursunuz. Hələ də düşüncəsi dəyişdirilməmişsən, deterministik gerçək hissiyatına qapılırsan. Gerçək tərk versiyalı deyil. Məsələ burasındadır ki, bəlkə də mənim üçün izah eləməyə ən çətin dərslərdəndir bu. Yəni elə bir dil tapmıram ki, tam olaraq izah edeyim ki, baxın bu bloku başa düşəsiz. O biçim mürəkkəbdir mənim üçün. Mən sizə izah edə bilsəm, o qədər çox şey izah edərdim ki, içimdə olan o qədər çox şey izah edərdim ki. Amma bura bu qeyd etdiklərim və danışığımdan bəlkə də nələrsə bir qədər başa düşürsünüz. Növbəti cümləyə fikir verək. Özünü qaptırmış halın dəyişməyə qapalıdır. Bunu birazdan daha çox açarıq. Amma niyyətli olduğun müddətcə bunun qarşısını ən böyük maneə olan özün belə ala bilməzsən. Bu ən böyük maneə olan özün. Bunu bura boşuna yazmamışam. Əvvəlki dərslərdən danışdığımız kimi, yəni bu yetişmişsən, adaptasiya eləmiş, adaptivsən, trade etmək üçün uyğun deyil. Yuxu içindədir çünki. Və həyatda bu şeyi qaçırmaq olur bu yuxudan, bağlamaq olur, ölümcül deyil və yaxud da çox da mənfi nəticələrə səbəb olmur. Yəni ki, bir növ o fərqində olmadan yaşayan sənin şəxsiyyətin. Çünki səhvlər olanda və s. bunları üstünü örtbasdır eləmək olur. İçindəki limitləyən şeylər çox hamı fərqinə varmır. Hamını deterministik gerçəyin elə bu olduğunu düşünür. Məsəl üçün, nəsə bir problem olanda rahatlıqla örtbasdır eləmək olur və yaxud da çox da nəticəsi ağır olmadan o şey həll olunur, üstündən keçir və ya hamı inana bilir, gizlənə bilirsən o şeydən. Amma burada gizlənəcək bir yer yoxdur hesabdan. Yəni marketdən gizlənəcək bir yer yoxdur. Tülkülük edəcək saxta insan olacaq və ya qaptırmış insan olub da heç nə olmamış kimi walk away, yəni heç nə olmamış kimi yürüyüb gedəcək deyə bir şey yoxdur. Burada market sinəndən tutacaq və heç yerə qaça bilməyəcəksən. Hesabın gerçəkdən heç vaxt qaça bilməyəcək. Yəni gerçəyi nə qədər ertələyə bilərsən, fırlada bilərsən, nə bilim, hesabın necə olursa olsun, gerçək varsa əgər o gerçəkdən qaça bilməyəcək. Əgər riyazi olaraq qazanclı bir modelin yoxdursa, hesabın bu gerçəkdən qaça bilməyəcək. Əgər beynin marketə uyğun deyilsə, bir strategiyanı izləyərək qazana biləcəyini düşünürsənsə, hazır deyilsən. Heç də hazır deyilsən. Bu iş kaş ki o qədər rahat olardı, elə deyilmi?
o ki bir söhbət var da, bu işi bilənlər bu işin nə qədər çətin olduğunu bilir. Amma bu işə yeni başlayanlar bu işin asan olduğunu düşünür. Çox gözəl bir cümlə var. İnsanların sənə inanmağını istəyirsənsə, ona eşitmək istədiklərini de. Siz məndən eşitmək istədiklərinizi eşitmirsiniz. Beyniniz heç bundan xoşu gəlmir. Beyniniz nə deyir? Kaş ki Nihat indi mənim eşitmək istədiklərimi deyərdi. Kaş ki Nihat deyər ki, 2 erer strategiyanı izlə, planını izlə, overtrade eləmə, intiqam əməliyyatları eləmə, itkidən sonra günü bağla. Kaş ki Nihat belə sadə, sıradan, uşaqcasına şeylərlə başımı allatsa, mən də gedəm hələ də nələrinsə düzələcəyi ümidi ilə bir şeylər eləməyə çalışıram. Amma bunlar nəyinsə düzəldir elə deyilmi? Çünki gördüm, filan kəs paylaşmışdı, filan kəs bununla qazanmışdı. Nihat yalan deyir. Filan kəs bununla bazarmışdı. Mənim üçün ən çətin olan şeylərdən biri gerçəkçi danışmaqdır. Yəni mənə görə yalanın çoxundansa, saxtalığın böyüyündənsə, gerçəyin çətini və azı yaxşıdır. Yoxsa nə var idi ki? Düşünürsünüz. Mən o affiliate edən influencerlar, digərləri, onlardan qabiliyyətsizəmmi? Onlardan azmı bilirəm? Bu kütlənin, bu trading sektorunun psixologiyasına məndən çox hakim ola biləcək bir digərini tanımıram. İnsan psixologiyası, onlar nəyə inanır, necə inanır, nə eşitmək istəyir, bunların hamısını bir-bir çox yaxşı bilirəm. Əgər ki, mən bunları istifadə edəsəydim, hal-hazırda heç yoxdan sırf mənim qlobal üçün neçəsə 100 min, Azərbaycan üçünsə 20-30 min, bəlkə də sən hal-hazırda abunəm olardım. Amma mən bunlardan heç vaxt istifadə eləmədim bu bildiklərimdən. Və gerçək bildiklərimi aşılamağa çalışdım. Ağır olan tərəfi isə budur. Mənim üçün ən çətin olan tərəfi. Və bu gerçək, bəli, bunu əksəriyyət ayıldı, pul itirənlər artıq itirmədi. Yəni necə? Yəni yanlış bir yolda, yanlış bir şeyi, bunun fərqinə vardılar. Artıq boş-boşuna depozit eləməməyə başladılar o scam brokerlara. Özlərini ələ aldılar, öyrənirlər. Yəni hətta hələ də heç bir şey qazanmayıblarsa belə, mən düşünürəm ki, ən azından buradakı riskin fərqinə vardılar. Və mənim kimi insanlara yeri yoxdur. Əgər ki, sən də mənim kimi düşünürsənsə, mediada elə sənə də yeri yoxdur. Bura çox axmaqlar üçündür. Media çox axmaqlar üçündür. Və bura adaptasiya eləsə düşüncən, yəni bu mediaya adaptasiya eləsən düşüncən, istər digər sosial şəbəkələr olsun, sənin də IQ səviyyən get-gedə azalmağa başlayacaq. Onlardan birinə çevriləcəksən. Beynin gündən-günə yuyulacaq. Gündən-günə yuyulacaq. Bunun təsirini hiss edəməyəcəksən. Sadəcə necə ki, içkili biri elə düşünür ki, içkili deyiləm. Kimsə ona içkilisən, get yat filan deyəndə, ya nəsə sakitləş deyəndə o qəbul eləmir bunu içkili olduğunu. Elə bilir ki, hər şey qaydasındadır. Beyin hansı vəziyyətə düşürsə düşsün, siz onu kənardan görə bilərsiniz. Eyni ilə mənim sizi gördüyüm kimi. Amma siz heç vaxt özünüzü görə bilməzsiniz. Çünki beynin təhlükəli olan bilirsiniz nədir? Təhlükəli olan sizin xarici şeylərdən çox daxili şeyləri görməyinizə kör olmağınızdır. Eyni zamanda bu reallığın da multivariantda ola biləcəyinə kör olmağınız təhlükəli şeydir. Siz xarici problemlərinizi görə bilərsiniz. Bəzilərini həll edə bilərsiniz. Çoxsunu dəyişə bilərsiniz. Başqalarındakı problemləri görə bilərsiniz, onlara məsləhət verə bilərsiniz.
Amma ən böyük kör nöqtə, ən böyük düşmən hər zaman heç ağlınıza gəlməyəcək yerdə olur. Heç ağlınıza gəlməyəcək yerdə. Və siz problemi hər dəfəsində bir başqa yerdə axtarırsınız. Ki, mən nəyi düzəldim ki, qazanım? Hansı deterministik gerçəkdən yapışım ki, mən qazanım? Amma heç vaxt ağlına gəlmir ki, məni geriyə saxlayan bir şey var. Məni geriyə saxlayan beynimdə adaptasiya edilmiş düşüncələr var, inanclar var və bunun rənglədiyi qavrayışım var. İnanc, qavrayış, bu kimi şeylər bizə sizin qavrayış sisteminizdə bəlkə də romantik, biraz ədəbi, biraz nağıl, biraz psixoloji, yəni belə sıxıcı mövzularla əlaqəli eşidibsiniz deyə bu cümlələri mən ağır danışanda belə, bunlar haqqında daha ciddi danışanda belə beyniniz inancı, qavrayışı, fərqindəliyi, belə nazlı ədəbi şeylər kimi başa düşür. O necə deyim, intellektual danışırlar, belə şey olmağa görünməyə çalışırlar. Bədii. Biraz da psixologiya tələbələri olur. Orada burada anket keçirirlər. LinkedIn uşaqları olur. Bəlkə də nə bilim onlar ağlınıza gəlir deyə. Niyə? Çünki onlarla bağlı yaddaşınız əlaqələndiribsiz. Beyin bir şeylə bağlı əlaqəli yaddaş yaradır. Və o yaddaş dəyişdirilməlidir, baxın. Baxın, onlarla bağlı yaddaşınız var deyə mən də eşitdikcə elə bilə bilərsiniz, beyniniz sizi ciddiyə almaya bilər. Çünki onlarla bağlı yaddaşınız. Hey, oyan. Ciddiyə al. Yatıbsan da onu deyirəm. İnanc deyəndə ağlına dini inanc gəlir. İnanc deyəndə ağlına nə bilim boş psixoloji şeylər gəlir. İndiyə kimi eşitdiyim məsələlər gəlir, amma inanc o deyil. İnanc, emosional inanc tamam başqa bir şeydir. Onlar elə bir şeylərdir ki, sən onları sorğusuz və groundless, köksüz doğru gerçək olaraq qəbul edibsən və qavrayışın da tamamilə bununla rənglənib. Həyatı gördüyün gözlər bununla rənglənib. Komfort zonan bununla rənglənib. Onun xaricində bir dünya deyil. Çünki beynin artıq özünü bundan orqanizasiya edib. Həyatda qalma ehtimalını artıracaq formada. Hansı şəkildə düşünəcəyin səni qəbul etdirəcəyi formada dəyişib adaptasiya edib. Amma bu hazırki dünya buna ehtiyacı var çünki. Bu sektorun axırıncı istəyəcəyi şey sənin qazanmağındır. Bu medianın axırıncı istəyəcəyi şey sənin qazanmağındır. Brokerların, fon şirkətlərinin axırıncı istəyəcəyi şey sənin qazanmağındır. Limitli sayda pul var. Limitli sayda pul var dönən. Və bu rəqabətçil dünyada, rəqabətçil bazarda sənin pulunu almaq istəyənlərdən, qoparmaq istəyənlərdən şey gözləyirsən. Düzgün yol gözləyirsən. Bunu rəhbər tut. Onda fərqli qapılar açılacaq. Əgər bunu rəhbər tutsa özündə. Və bu mövzunun əsas məbzinə gələk. Əsas məbzlərdən birinə. Bunu gec və yaxud da tez qəbul eləməlisən. Çoxsunun düşdüyü ən böyük tələb müəyyənlik tələsi altında yaşanan həyatlarıdır. Hansı ki, gerçəyin başqa variantlarına qapalıdırlar. Beyninizin yaratdığı perceptual map və yaxud da comfort zona sizi çıxmağa cəsarət edə bilmədiyiniz qutuda saxlayır. Fərqli düşünməkdən qorxur. Mümkünlük, gerçək, reallıq bunlar tək variant deyil. Yəni, istənilən variantda mövcud ola bilər. Bir şey ölçülənə qədər, bir hissəciyin mövqeyi ölçülənə qədər özünü dalğa kimi aparır. Və bir an yaşanana qədər isə bütün variantlar mövcuddur. Amma sənin limitlənmiş beynin hər şeyin müəyyən olduğunu düşünür. Müəyyənlik illüziyası altındadır. Müəyyənlik illüziyası bunun daha başqa, daha gözəl formada izah edəcək bir söz tanımıram. Gəlin elə müəyyənlik illüziyası deyək. Müəyyənlik illüziyası. Deterministiklik nədir? Sanki, yəni necə deyim, hər şey belə də olmalı idi, əslində proqnozlaşdırıla bilinərdi, gerçək bundan ibarətdir, başqa heç bir variantda mümkün ola bilməzdi, sən elə mövcud olmalıydın, bu
Bu kainat lap əvvəlcədən bu yazılmamış qanun idi, sənin varlığın filan, o yaşadığın balaca həyatın içində bütün bu illüziyanın hamısına qapılırsan. Dünya sənin ətrafında döndüyünü düşünürsən, ən vacib o insan olduğunu düşünürsən. Bəlkə də marketin əslində qazanmağa çox rahat bir yer olduğunu düşünürsən, tradingin çox rahat bir şey olduğunu düşünürsən, çünki onu görürsən, onu da xoşlayırsan, beynin eşitmək istədiyini eşidəndə o insanlara inanırsan. Nihat sənin eşitmək istədiyini deyirmi? Yox. Nihat da niyə inanasan? Nihat adın sənin eşitmək istədiklərinin əksini deyir. Kim bunu istəyərdi? Kim bunu istəyərdi? Amma get bax, o birisi nə deyir? Planını izlə, psixologiya belədir. Özünü nizamla, qorxma, emosiyalarını qapıda burax, belə boş-boş aşağı sinif şeylərlə danışır səndən. Çünki niyə? Onların da ki, qavrayışı çox aşağı səviyyədir. Onların da ki, dünyayı gördüyü gözlər bir növ kördür. Bir növ cahilliyin alt çoxluğundan çıxmaq mümkün deyil. Bir çoxluqdan çıxan digərinə düşür. Bir çoxluqdan çıxan digərinə düşür. Məsəl üçün belə deyim. Düşün ki, bura lap cahil insanlardır, lap görə bilməyən kör insanlardır. Burada onların içində bir alt çoxluqdur. Burada deyək ki, bir başqa böyük çoxluqdur. Ümumi insanları əhatə edir, bura isə başqa cahillərdir. Sən biraz ağıllananda bir başqa cahil qrupuna düşürsən. Biraz ağıllananda bir başqalarına. Məsələn, iş həyatı, təhsil, biraz körpəlikdən böyüdükcə düşünürsən ki, mərhələ atlayırsan, amma ki, başqa bir şeyin içinə. Ondan sonra bir başqasına, ondan sonra bir başqasına. Amma tradingin tələb elədiyi daha üst səviyyə düşünə bilməkdir. Düşüncələrinin sənə aid olmadığını bilib, onları şəxsiyyətindən ayıra bilmək. Bu çox yad bir, radikal bir şeydir, başa düşürəm. Onsuz da ki, bilirəm, bura bir 50 nəfər baxanda bu videoya 10 nəfəri fikirləşəcək, bu video haqqında bir nəfəri başa düşəcək və yaxud da başa düşməyəcək. Bəzən şübhə edirəm mən kimdən ötürü danışıram bu videoda. O belə çox şübhəli gəlir. Amma bilirsiniz necədir? Bu gerçəkdən qaça bilməyəcəksiniz. Bu gerçəkdən qaça bilməyəcəksiniz. Əgər trade edən siz olsaydınız, çoxdan qazanırdınız. Trade edən siz olsaydınız, hər şeyi istədiyiniz kimi edəsəydiniz. Nə var idi ki, plan izləməyə? Daş daşımaq qədər də çətin deyil ki, plan izləmək. Altı üstü bir trade götürüb də planla uyğun gözləyəcəksən, çıxacaqsan. Niyə dəs bu qədər çətin olur? Niyə bu qədər çox çətin olur? Heç bu haqda düşünmünmü? Bu dərs həqiqətən çox vacibdir. Bu deterministik reallığın variantları. Bunlar haqqında çox düşünün. Tarixi sən reallığın sadəcə bir variantını özünü qapdırıb və onu gerçək olaraq yaşayır. Başqa bütün variantlara qapalıdır. Amma özünü açmış, geniş düşünən sən, əgər ki, bunu inkişaf elətdirə bilsən, beynin buna hazır olsa, yaddaşını gücləndirsən, görərsən ki, reallıq tək variantlı deyil. Əslində, niyyətli formada iradənlə öz üstündə lisenziyandan idarə edə biləcəyin şeylər var. Amma indiyə qədər o yuxunun içinə, illüziyanın içinə özünü qapdırdığın üçün bunu dəyişmək üçün heç bir lisenziyan yox idi.